Həkimlərin səhv etmək ixtiyarı varmı sizcə? Bəli, çox gözəl sualdır. Həkimlərin səhv eləmə haqqı varmı? Bəli. Həkimlər də insandır. Həkimlər də bu cəmiyyətdən çıxır. Bu cəmiyyətin içində yetişən bir insan qrubudur. Tərbiyə alan və təhsil alan bir insan qrubudur. Bəli, həkim də insan da səhv edər. Amma məsləyimiz elə bir məsləkdir ki, bizim səhvimiz, bizim yanlışlarımız minimal olmalıdır. Minimal olmalıdır. Çünki biz insan canı ilə, insan ruhu ilə məşğul olan bir məsləkdəyiz. Bu səbəblə bir həkimin səhv etməməsi üçün, minimal səhv etməsi üçün maksimal olaraq təhsili yüksək olmalıdır, maksimal olaraq təcrübəsi yaxşı olmalıdır və maksimal olaraq həyatındakı işləri, rejimi, planını düzgün eləməlidir. Bu bir hərbidəki əskəri güvənliyə oxşuyur. Bir əskərin səhvindən onlarca əskər həlak ola bilər. Bizim də səhv etmə haqqımız yoxdur demərəm, səhvi minimal etmə şansımız vardır deyərəm. Yəni, mümkünsə səhvə az yol verməliyik. Amma bu qaçınılmazdır.